Kimlərə qurban kəsmək gərəklidir? Hər bir kişi özü və ailəsi adından xırdaboynuzlu heyvanlardan birini qurban kəsə bilər. Bir ailə başçısı xırdaboynuzlu heyvanlardan birini qurban kəsərsə, artıq bütün ailəsinə də bu qurbanlığı şamil etmiş olar. Həmçinin dəvəni və inəyi 7 nəfər öz aralarında şərikli kəsə bilər və o paylardan biri ailə başçısına düşərsə, artıq onu da bütün ailəyə şamil etmək olar. Xırdaboynuzlu heyvanları 2 və daha çox şəxs şərikli kəsə bilməz. Kəsilən qurbanlıqdan hansı hissə yeyilir və hansı hissə paylanılır? Qurban kəsən şəxs üçün ondan yemək, hədiyyə və sədəqə vermək icazəlidir. Necə ki, Uca Allah buyurur, onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin. Başqa yerdə isə belə buyurur, böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Əziz müsəlmanlar, bu videoları öz statuslarınızda paylaşın ki, bəlkə sizin əlinizdə kimsə hidayət olar.